Demək, soruşur, Xalq Cümhuriyyətinin birinci hökumət kabineti və ikinci hökumət kabineti Venn diaqramında mətbuat üzərində senzuranın ləğv olunması, mətbuat üzərində senzuranın ləğvi deməli, bu olacaq ikinci hökumət kabineti, çünki 18-ci ilin sonuna doğrudur. Bunu götürdük ikinci hökumət kabinetinin fəaliyyəti kimi 2-yə A götürdük. Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil olunması, bilirsiniz, 1, 2 və 3-cü hökumət kabinetləri Fətəli xan Xoyski rəhbərliyi altında təşkil olunub. Ortaq cəhətdir bu. Baş qərargahın nəzdində əks inqilabla mübarizə təşkilatı 19-cu ildə yaradılıbdır və 19-cu ilin yayında bu heç birinə düşmür, götürə bilmirik C variantını. Batum konfransında AXC-nin Osmanlı dövləti tərəfindən rəsmən tanınması iyunun 4-də, hətta Tiflis dövrü, birinci hökumət kabinetinin dövrünə təsadüf eləyəcək bu. Sonra bütün ibtidai tədris müəssisələrində təhsilin ana dilində aparılması, bu da düşəcək, demək, ikinci hökumət kabinetinin Bakı dövrünə aid, Gəncə dövründə əslində, Gəncə dövrünə aid eləyəsinik. Yeni də götürdük 2-yə, deməli 1-ə D, 2A-yı, 3 isə B. A variantı doğru cavabdır.